Bu yağ haqqında çoxunuz eşitmisiniz, amma onun nələrə qadir olduğunu çox az adam bilir. Sadəcə bir damlası ilə həm daxili, həm də xarici yaralar sağalır. Həkimlərin belə təəccübləndiyi bu təbii möcüzənin adı çay tikanı yağıdır. Qadın xəstəliklərindən tutmuş, dəri, saç və hətta göz problemlərinə qədər hər şeydə istifadə olunur. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Bu yağ kolpit, endometrit, vaginit, servisit kimi xəstəliklərin kompleks müalicəsində istifadə olunur. Xüsusilə çay tikanı yağı, uşaqlıq boynu eroziyası və uşaqlıq yolu selikli qişaların travmaları zamanı tez-tez istifadə olunur. Müalicə zamanı çay tikanı yağına batırılmış pambıq tampon uşaqlıq yoluna qoyulur. Adətən 10-15 belə prosedur təyin olunur. Selikli qişalar tez bir zamanda bərpa olunur və müalicənin nəticəsi davamlı olur. Stomatoloqlar çay tikanı yağını damaqların iltihablarının müalicəsində istifadə edirlər. Bunun üçün steril pambıq çay tikanı yağında isladılır və damaqlara qoyulur. Şamlar şəklində olan çay tikanı yağı, proktit düz bağırsağın iltihabı, babasil zamanı istifadə olunur və çox yaxşı müalicəvi effekt verir. Çay tikanı yağı mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Mədə turşusunun turşuluğunu azaldır. Mədə-bağırsaq sisteminin selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir. Bu yağ mədə və 12 barmaq, bağırsağı xorası xəstəliyi müalicəsində çox effektli köməkçi vasitə kimi istifadə olunur. Bundan əlavə çay tikanı yağı, qastrit, kolit, enterokolit kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur. Çay tikanı yağı gözlər üçün xüsusilə faydalıdır. Katarakta, qlaukoma, gözün buynuz qişası travmaları və yanıqları, keratit, traxoma kimi xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur. Çay tikanı yağı müxtəlif dəri xəstəlikləri, psoriaz, neyrodermit, dəmrov, ekzema, piodermiya və yanıqların, oraların müalicəsində yaxşı təsir göstərir. Ənənəvi tip həmçinin bu yağı, kimyəvi çətin sağalan yaraların, yataq xəstələrində əmələ gələn yaraların müalicəsində geniş istifadə edilir. Çay tikanı yağı kosmetologiyada, müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. Çay tikanı yağı üz dərisini yumşaldır, qidalandırır, daha elastik edir, xırda qırışları yox edir, ağardır, pigment ləkələri və çilləri daha az görünən edir. Çay tikanı yağı ilə kosmetik maska hazırlanması. 2 xörək qaşığı yulaf yarması az miqdarda qaynar suda isladılır. Yarma şişəndə ora 1 çay qaşığı çay tikanı yağı, 1 çay qaşığı bal əlavə olunur və yaxşı qarışdırılır. Maska təmiz üz dərisinə çəkilir və 20 dəqiqədən sonra ilıq su ilə yuyulur. Çay tikanı yağı həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Həftədə bir dəfə saçların köklərinə çay tikanı yağı sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun. Saçlarınız daha canlı, sağlam və parlaq olacaq. Bu yağ orqanizmdə gedən qocalma və dağılma proseslərini ləngidir. İmmun sistemini möhkəmləndirir. Orqanizmi şiş xəstəliklərin inkişafından qoruyur. Bu yağın istifadə qaydaları ilə bağlı çox məlumat var. Yatmazdan əvvəl yaxud ac qarnına qəbulu kimi sözlər var. Bəzi xəstəliklər zamanı çay tikanı yağının qəbulu əks göstərişdir və bu səbəbdən qəbuldan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Bəs siz çay tikanı yağından istifadə etmisinizmi, nəticəsini görmüsünüzmü, rəylərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.